Salam əziz 11-cilər. Bugün yəni 9 mart olan buraxılış imtahanının izahını verəcəm və birinci mətnimiz 1 il mətnidir. Bədii üslubda yazılmış bir mətndir. Gəlin qapalı sualların izahına baxaq. 41-də bizdən istəyir ki, deyir, bəs Fuad obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Gəlin baxaq. Universitetə daxil olmaq üçün biliyi kifayət etmir. Mətndə belə bir şey yox idi. Sadəcə zavoda girdiyi üçün universitetə getmir. Biri yanlışdır. İmtahandakı uğursuzluqdan sonra yenə o imtahan vermir. Gəlin birinci abzasa baxaq, orada özünü göstərib. Deyir ki, məktəb yolunda adımlamışdım, amma indi zavodun yolunu tutmuşdum. Yəni qəbul imtahanına getməmişdim. Ona görə 1-2 yanlışdır. Usta Səlimlə səmimi bir münasibət qurmağa nail olmuşdur. Bəli, deyir, dərdimi, sərimi diqqətlə dinləyirdi Usta Səlim. Deməli, düzgündür bu. İşin incəliklərini öyrənir. Bəli, deyir, Səlim, Muxtar, Əhəd işin incəliklərini mənə öyrədirlər. 3-4 C variantı olur uşaqlar. 42-ci suala baxaq. Mətnə əsasən boşluqların yerinə yazıla biləcək cümlələrin ardıcıllığını müəyyən edin. Boşluqlarımız da bunlardır. Burada bizə deyir, briqada yoldaşlarım, qocaman Usta Səlim Muxtar mənə işin incəliklərini öyrədib. O zaman biz onun birinci zavodda işləməsi ilə bağlı məlumat verək. 2-ni yazdıq bura. 2 ilə başlayırıq. Daha sonra deyir ki, mən çoxdan özümə oxşamıram oğul. Bunu Səlim deyir. O zaman Səlimlə bağlı bura nə yazaq? Qabaqki kimi işləyə bilmirəm. Barmaqlarım sözümə baxmır. 4-ü yazırıq bura. 2, 4. Daha sonra bura keçirik. Deyir ki, istəmirəm də qulağım eşidə-eşidə bu kişi nə vaxt gedəcək desinlər. Ustanı bu yoldan çəkindirməyə təşəbbüs göstərməyin. Burada yazarıq ki, deməli, onun əzabını, ağrısını, yəni davamıca 2, 4, 1 yazırıq. O da C variantı olacaq. Sonra 43. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Məlumat var plus, məlumat yoxdur minus olaraq işarəli. Plusdan plusu, minusdan minusu götürəcəyik uşaqlar. Müəllimləri Fuadın gələcəyi ilə bağlı yüksək fikirdəyilər. Bəli, bu haqda məlumat var. Onun riyaziyyatçı olacağını düşünürdülər. Var. Fuad zavodda maşın qayırma sahəsində çalışır. Fuadın zavodda hansı hissədə çalışdığı bizə məlum deyil. Bu yanlışdır. Daha sonra Fuad zavoda gələndə Usta Səlim düşünmüşdü ki, nə vaxtsa Fuad onu əvəz edəcək. Bəli, onu həm son beşiyi deyir, burada gördüyümüz kimi. Həmçində sonunda danışarkən deyir ki, bəs mən düşünürdüm ki, sən nə vaxtsa məni əvəz edəcəksən. Deməli, bu haqda məlumat var. 1-3-ü götürürük, 2-ni atırıq, getdi bu variantlar. 1-3-ün olduğu variantdır, D variantı. Amma yenə o bir hissəyə baxaq. Fuad ailənin yeganə övladı deyil. Bu haqda məlumat var idi. Çünki deyir ki, anam qardaşımla məni tək böyütmüşdü. Qardaşı var imiş onun. Sonra ustanın gedişindən sonra işçilərdən biri onun yerinə keçir. Ustanın gedişini təsvir etməyib heç. Bu yanlışdır. Məlumat yoxdur. Briqadanın digər üzvləri də qoca ustanın işdən getməsinə qarşı idilər. Belə bir şey də yoxdur. 5, 6 və D variantı. 44. Hansı cümlədə mətndə üzərində rəqəm yazılmış sözlərin heç birinin mənasına uyğun söz işlənməmişdir? Birinci sözümüz deməli burada israr sözüdür. İsrar təkid deməkdir uşaqlar və baxıram ki, təkid D variantında işlənib. Hüzün sözü kədərdir, dərd, ələmdir və kədər sözü bu variantında işlənib. Qıvraq çevik deməkdir və A variantında işlənib. Ovqat da insanın əhval-ruhiyyəsi mənasındadır və o C variantında işlənib. Ona görə variantımız E variantı oldu. 45. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Ustanın işdən getmək istəməsini, artıq ustanın fiziki cəhətdən yəni yaxşı deyildi vəziyyəti. Əlləri sözünə baxmırdı. Ona görə işdən getmək istəyirdi. Həmçində qayğıları var idi ki, gələcəkdə iş yoldaşları onsuz da onu burada istəməyəcəklər və bir haqqında məlumat var, götürmürük. Ananın işdən çıxması, bəli, ana işdən çıxıb, amma yəni o niyə işdən çıxıb biz bilmirik. Sadəcə deyir, bir neçə ay əvvəl işdən çıxıb. 2-ni götürək. Fuadın zavodda işləmək qərarını, Fuad ailəsinə dəstək olmaq üçün zavodda işləyir. Bu haqda məlumat var bizdə. 1-3-ü atırıq. A getdi, C getdi, D getdi, E getdi, B variantı olur. Ana övladlarının tək böyütməsini, bəli, ana övladlarını tək böyüdüb, amma niyə tək böyüdüb? Niyə buna kimsə dəstək olmayıb? Bunun yoldaşı haradaydı? Biz bilmirik. 4-ü götürdük. Fuad öz işi ilə bağlı məmnuniyyətini. Niyə məmnun idi? Çünki iş yoldaşları yaxşı idi, onunla arası yaxşı idi və ona görə də yavaş-yavaş deyir, qəlbimdəki sıxıntını, müəllimlərimin filan hamısını unutmağa başladım da. Bu haqda məlumat var.
Ona görə variantımız 2-4 uşaqlar. İnşallah ki, bütün qapalı sualları düz yazmısınız. Fikrimcə çox çətin deyildi qapalı suallar. Və baxırsınız ki, məsələn, bir neçəsini çıxardandan sonra variantı rahatlıqla tapmaq olur. Təbii ki, həyəcanınızı idarə etsəniz, yaxşı yaza bilərsiniz. 46-ya baxırıq. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələrin mənasını müəyyən edib yazın. Görək hansıdır? Birincisi üçbucaqdır. Deyir, bu qulağımdan girib o biri qulağımdan çıxırdı. Yəni, bu nə deməkdir? Vecimə deyildi də, heç nə vecimə deyildi, heç nəyə əhəmiyyət vermirdim, fikir vermirdim. Bu məzmunda nələrsə yaza bilərsiniz. Daha sonra o biri sözümüz və təbii ki, başqa nələrsə yazmısınızsa şübhəli olan, onları yorumlarda yazarsınız, baxarıq. Kvadratda deyir, uçmağa qanadım yoxdur. Yəni, çox sevinirəm. Əhval-ruhiyyəm çox yaxşıdır. Bu mənada işlənib. Yəni, qanad açıb uçuram mənasında da. Daha sonra həyat məktəbi keçdim. Həyat məktəbi keçdim o deməkdir ki, uşaqlar, yəni mən həyatın bütün, yəni hər şeyini öyrəndim, yaxşısını, pisini öyrəndim mənasında. Deməli, belə və yaxud başqa yaza bilərsiniz, həyat məktəbi keçdim, çox böyük təcrübələr qazandım yazmaq olar, başqa nə yaza bilərik, belə. Yəni, bunları yaza bilərsiniz. Təbii ki, siz çoxsuz fərqli variantlar daha çox yazmış olarsınız. 46 bu formada. 47. Mətn əsasən cədvəli tamamlayın. Uşaqlar, deməli, mətndə cədvəl belə idi ki, Fuad haqqında burada, deməli, belə bir cədvəl çəkim mən. Fuad. Burada Fuad idim. Deməli, Fuad haqqında elə bir ki, fikirlər var idi. Məsələn, Fuad zəhmətkeşdir. Siz bunu isbat etməliydiniz. Və yaxud Fuad haqqında məsələn başqa bir xüsusiyyət verib, siz onu tapmalısınız. Bu formada nələrsə olacaqdır. Məsələn, zəhmətkeş olmasını necə isbat edə bilərik? Deyə bilərik ki, Fuad ailəsinə dəstək olmaqdan ötürü dərsini buraxır və zavodda işləməyə başlayır. Belə bir şey yaza bilərik. Və yaxud Fuad haqqında məsələn bu hissədə nəsə bir şey izah verib, siz o izaha uyğun məsələn bir xüsusiyyət tapmalısınız. Səhv etmirəmsə məsələn belə bir izah verib ki, müəllimlər Fuad haqqında yaxşı fikirdə idilər və siz ona yazırsınız ki, məsələn, deməli ağıllı bu formada nələrsə. Yəni, belə olmalı idi cədvəl. Sonra 48-ci suala baxaq. 48-ci sualda deyir, mətn əsasən Eyler-Venn diaqramını doldurun. Bu Eyler-Venn diaqramı da Səlim, Usta Səlim və ana haqqındaydı. Deməli, burada Usta Səlimə aid xüsusiyyətlər, anaya aid xüsusiyyətlər, bir də məsələn ortaq xüsusiyyətlər yazmalıydınız. Məsələn, Səlim haqqında yaza bilərsiniz ki, deməli, işin incəliklərini bilir, işin xırdalıqlarını bilir, işçilərlə səmimi münasibət qurmağı bacarır, belə bir şey yaza bilərdiniz. Sonra ana haqqında yazırsınız ki, deməli, övladlarını çətinliklə böyüdüb, bir neçə ay əvvəl işdən çıxmaq məcburiyyətində qalıb. Ortaq xüsusiyyəti yaza bilərsiniz ki, hər ikisi zəhmətkeşdir, yazmaq olar. Daha sonra hər ikisi Fuadın oxumasını istəyir, Fuada məsləhətlər verir. Məsələn, Səlim kişi burada Fuada məsləhət verir ki, bəs sən alim olacaqsan, hər kəs gərək öz həyatda öz yerini tapsın. Ona görə yazmaq olar ki, bəs hər ikisi Fuada məsləhətlər verir. Belə. Yəni, məncə bunu da yazmaq olardı. Sonra 49. İnsan həyatda öz yerini tapanda əsl xoşbəxtliyə çatır. Təbii ki, bu fikri də uşaqlar yazmaq olar. Kimlə bağlı? Təbii ki, Fuadla bağlı yaza bilərsiniz. Nə yaza bilərsiniz? Məsələn, yazmaq olar ki, Fuad məcburiyyət qarşısında qalır və zavodda işləyir. Və zavodda işlədiyi müddətdə o buradan məmnun olsa da, o bu işdə özünü tapa bilməmişdi və bir il keçir və Fuad ali məktəbə qəbul olur, tələbə olur və artıq bu tələbə olması onun əsl xoşbəxtliyə çatması demək idi və təbii ki, bu məzmunda nələrsə də yazmaq olardı. 50-ci sual. Mətndə deyir, altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubi xüsusiyyətlərinə uyğun zənginləşdirməklə yazın. Bu tipli suallar əlbəttə ki, bədii üslubla zənginləşdirin sualları olur. Cümləmiz, bir dənə cümləmizi tapaq. Deyir, indi mən anama dəstək olmaq istəyirdim. O qardaşımla məni tək böyütmüş, çox çətinliklər görmüşdüm. Burada yazmaq olar ki, indi mən
Saçlarını bizim yolumuzda süpürgə etmiş anama dəstək olmaq istəyirdim. Məsələn, belə bir şey yaza bilərsiniz. O, qardaşımla məni böyütmək üçün ömrünü şam kimi əritmişdi. Nəsə belə bir şey yazmaq olar. Daha sonra həyatda mən, yenə məsələn cümlə yazırıq. İndi mən həyatda çox cəfalar çəkmiş, həyatın hər üzünü görmüş anama dəstək olmaq istəyirdim. Bunu yazmaq olar. Qardaşımla məni tək böyütmüş, ağır məhrumiyyətlərə dözmüş, çox çətinliklər çəkmiş anam, daha doğrusu çox çətinliklər çəkmişdi, ağır məhrumiyyətlərə dözmüşdü. Bu tip nələrsə yaza bilərsiniz və yazdıqlarınızı da uşaqlar yorumlarda yazın, bir müzakirə edək görək necə yazmısınız. Belə, birinci mətndən bağlı bu qədər uşaqlar.